Bismillahirrahmanirrahim. Biz artıq çox böyük bir qapıdan içəri qədəm qoyuruq. Ramazan ayının ilk 10 günlüyü, rəhmət günləri öz pərdəsini bağladı və biz bugün 11-ci günə oyanırıq. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bizə öyrədib ki, bu mübarək ayın ortadakı 10 günü məğfirət, yəni mütləq bağışlanma günləridir. Əziz və dəyərli izləyicilər, bəzən bir insanın çəkdiyi ən ağır yük nə maddi borcudur, nə də fiziki xəstəlik. İnsanı ən çox əzən yük keçmişin səhvləridir. Xəlvətdə işlədiyimiz günahlar, qırdığımız qəlblər, Yaradanın qarşısındakı xətalarımız. Bu vicdan əzabı insanın qəlbinə bir zəncir kimi dolanır və şeytan dayanmadan qulağımıza pıçıldayır. Allah sənin kimi birini heç vaxt bağışlamaz. Amma imsakın o səssiz, gizli saatında, bu 11-ci günün sübhündə göy üzü o zəncirləri qırıb atmağa hazırlaşır. Bugün sizinlə ruhu tamamilə təmizləyən, əsla geri qaytarılmayan o qəti duaları kəşf edəcəyik. Bugün sizə Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin öyrətdiyi və oxuyan adam üçün cənnəti hərfi mənada zəmanət altına alan o ən böyük tövbə duasını, yəni Seyyidul İstiğfarı, yəni istiğfarların ağasını açacağam. Sizinlə ömrü boyu heç bir yaxşı əməl etməyən, lakin etdiyi bircə gizli hərəkətə görə cəhənnəm qapılarından geri qaytarılan bir tacirin sarsıdıcı hekayəsini eşidəcəyik. Öz günahlarının böyüklüyündən dəhşətə gələnlər üçün Rəbbin günahların göyün buludlarına çatsa da mənə fərq etməz dediyi o sarsıdıcı, qüdsi hədisi kəşf edəcəksiniz. Və İmam Əlinin əleyhissalamın insanlığı ilahi qəzəbdən qoruyan iki sınmaz zireh haqqındakı o qan donduran hikmətini öyrənəcəksiniz. Dünyəvi yüklərinizi qapıda qoyun. Günahkarlıq duyğusundan sıyrılın. Ramazanın 11-ci günü imsaka oyananda bədəniniz oruca tam alışmış olur, lakin ruhunuz yeni bir mübarizəyə, qəlbi təmizləmək mübarizəsinə girir. İslam alimləri məhz bu gün üçün olduqca dərin psixoloji şifrələri olan xüsusi bir dua miras qoyublar. Gəlin bu duanı birlikdə oxuyaq və içindəki o sarsıdıcı mənaları açaq. Allahummə həbbib iləyyə fihil ihsən. Yəni, Allahım, bugün mənə yaxşılığı, gözəlliyi və salih əməlləri sevdir. Və kərrih iləyyə fil fusuqa vəl-isyan. Və bugün mənə günahı, üsyanı və pis əməlləri iyrənc və nifrət ediləcək bir şey kimi göstər. Və harrim aleyyə fihi sağata vən-niran. Və bugün öz qəzəbini və cəhənnəm atəşini mənə haram qıl. Bi'avnikə ya ğiyafəl müstəğifin. Öz köməyinlə, ey kömək istəyənlərin dadına çatan Rəbbim. Bu duanın psixologiyasına baxın. Biz Allahdan sadəcə günahlarımızı bağışlamağı istəmirik. Biz ondan arzularımızı dəyişdirməyi istəyirik. İnsan iradəsi zəifdir. Biz çox vaxt bizi məhv edən şeyləri sevirik. İmsakın sükutunda qəlblərin yaradıcısından ruhumuzu yenidən proqramlaşdırmağa xahiş edirik. Ya Rəbbi, mənə günahı elə iyrənc göstər ki, bir daha ona yaxınlaşmayım. Yaxşılığı isə mənim təbiətimə çevir. Siz imsakda bu duanı edəndə sadəcə bu gününüzü deyil, bütün gələcəyinizi sığortalamış olursunuz. Əgər ömrünüzün sonuna qədər imsak qaranlığında oxumaq üçün yalnız bir dua öyrənəcəksinizsə, qoy o dua bu dua olsun. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm bu duaya Seyyidul İstiğfar, yəni istiğfarların ağası adını vermişdi. Bu, bütün duaların tacıdır. Allahın elçisi bu dua haqqında insanı heyrətə gələn bir zəmanət verdi. O buyurdu, kim bu duanı gecə, imsak vaxtı qəlbdən inanaraq oxuyar və o gecə səhər açılmadan əvvəl ölərsə, o şəxs
qətiyyətlə cənnət əhlindəndir. Və kim bunu səhər oxuyub, axşama qədər ölərsə, yenə cənnət əhlindəndir. Göylərdən bu qədər mütləq, qırılmaz bir zəmanət alan o sözlər nədir? Zəhmət olmasa bu sözləri əzbərləyin, bir yerə yazın və imsakda pıçıldayın. Allahümmə əntə Rabbi, la ilahə illə ənt. Allahım, sən mənim Rəbbimsən. Səndən başqa heç bir ilah yoxdur. Xələqtəni və ənə abdukə və ənə alə əhdikə və va'dikə məstata'at. Məni sən yarattın və mən sənin qulunam. Mən gücün çatdığı qədər sənə verdiyim sözün və əhdin üzərindəyəm. Əuzu bikə min şərri mə sana'at. Etdiyim günahların, əməllərin şərrindən və pisliyindən sənə sığınıram. Əbu'u ləkə bi ni'mətikə aleyyə və əbu'u bi zəmbi. Mənə verdiyin bütün nemətləri etiraf edirəm və etdiyim günahları da etiraf edirəm. Fəğfirli fə innəhu lə yəğfiruzzunubə illə ənt. Odur ki, məni bağışla, çünki səndən başqa heç kim günahları bağışlaya bilməz. Sübhanallah. Bu sadəcə bir dua deyil, bu çox dərin bir etirafdır. Siz kainatın sahibinin qarşısında dayanıb, öz acizliyinizi etiraf edirsiniz. Ya Rəbbi, mən çalışıram, amma səhvlərim var. Mən öz qaranlığımı qəbul edirəm və sənin sonsuz nurunu qəbul edirəm. Məni səndən başqa heç kim düzəldə bilməz. Gecə sükutunu yaran bu sözlər dodaqlarınızdan töküləndə, səmada olan hər bir mələk sizin səmimiyyətinizə şəhadətlik edir. Sizin keçmişiniz tamamilə silinir. Biz çox vaxt elə düşünürük ki, Allah bizi yalnız qıldığımız minlərlə rükət namaza və ya etdiyimiz böyük ibadətlərə görə bağışlayacaq. Amma bəzən insan o qədər qəflətdə olur ki, əlində heç bir yaxşı əməli qalmır. Belə bir insan üçün məğfirət qapısı tamamilə bağlanırmı? Peyğəmbərimizin sallallahu aleyhi və alihi və səlləmin danışdığı bu heyrətamiz hadisə bütün qorxularımızı alt-üst edir. Rasulullah sallallahu aleyhi və alihi və səlləm buyurdu: Sizdən əvvəlki ümmətlər içərisində bir tacir var idi. O, həyatı boyu insanlara borc verər, ticarət edərdi. Lakin onun Allaha təqdim edəcək heç bir diqqət çəkən ibadəti, heç bir yaxşı əməli yox idi. O adam vəfat etdi və Allahın huzuruna gətirildi. Uca Allah hər şeyi bildiyi halda ondan soruşdu: Həyatın boyu heç bir xeyirli, yaxşı əməl etdinmi? Adam qorxu və xəcalət içində boynunu bükərək etiraf etdi: Xeyr, ya Rəbbi, mənim heç bir yaxşı əməlim yoxdur. Ancaq mənim bir xasiyyətim var idi. Mən insanlara borc verəndə öz işçilərimə əmr edərdim ki, imkanı olanlardan borcu yığın, lakin kasıblara, çətinlikdə olanlara güzəştə gedin və onların borcunu bağışlayın, yəni silin. Bəlkə Allah da bizim günahlarımızı bağışlayar. Baxın, bu adamın nə böyük elmi var idi, nə də böyük ibadətləri. O sadəcə insanlara qarşı mərhəmətli davranmış, onların xətalarını və borclarını bağışlamışdı. Bunu eşidən Rəhman və Rəhim olan Allah mələklərinə və bütün kainata belə xitab etdi: Mən bağışlamağa ondan daha layiqəm. Qulumun günahlarının üstündən keçin, onu bağışlayın. Əziz izləyicilər, imsak vaxtı əllərinizi açıb Allahdan sizi bağışlamasını istəyərkən, ilk növbədə öz qəlbinizə baxın. Siz sizə qarşı səhv edənləri, sizi qıranları, sizə borcu olanları bağışlaya bilirsinizmi? Əgər siz bir insan olaraq qəlbinizdə başqalarını bağışlamaq böyüklüyünü tapa bilsəniz, and olsun ki, o imsak vaxtı Allah da sizə mən bağışlamağa səndən daha layiqəm deyə və sizin bütün qaranlıq keçmişinizi bircə saniyədə siləcək. Şeytanın insana qurduğu ən böyük tələlərdən biri də günahın həddindən artıq çoxdur tələsidir.
İnsan gecə oyanır, keçmişinə baxır və deyir: "Mən bircə günah etməmişəm ki. Mənim günahlarım o qədər çoxdur ki, yığılsa dağ olar, göyə çatar. Allah məni necə bağışlasın?" Rəvayət edilən o möhtəşəm qüdsi hədisdə Rəhman olan Allah məhz o an ümidsizlik girdabına düşən quluna birbaşa səslənir. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm Allah Teala'nın belə buyurduğunu müjdələyir. Qəlbinizin ən dərinliyi ilə bu sözləri dinləyin. Kainatın sahibi imsakda sizə belə xitab edir: "Ey Adəm övladı, sən mənə dua etdiyin və məndən bağışlanma ümidi etdiyin müddətcə içində olan günahlarının nə qədər olduğuna baxmadan səni bağışlayaram və bunun çoxluğuna heç əhəmiyyət vermərəm." Daha sonra Allahın rəhməti biraz da genişlənir. "Ey Adəm övladı, əgər sənin günahların yığılıb səmanın buludlarına, göyün tavanına qədər çatsa belə, sən məndən bağışlanma diləsən, mən səni yenə bağışlayaram və heç əhəmiyyət vermərəm." Və məğfirətin ən uca, ən sarsıdıcı zirvəsi gəlir. "Ey Adəm övladı, əgər sən mənim hüzuruma, mənə heç bir şeyi şərik qoşmadan yer kürəsi dolusu günahla gəlsən belə, mən də sənin qarşına yer kürəsi dolusu bağışlanma ilə çıxaram." Allahu Əkbər. Bu qüdsi hədisi eşitdikdən sonra hansı bəndə öz keçmişinə baxıb ümidsizliyə qapıla bilər? İmsak vaxtı pəncərədən o qaranlıq, ucsuz-bucaqsız səmaya baxın. Siz düşünürsünüz ki, günahlarınız o göyə qədər ucalıb. Amma Allah deyir ki, sən bircə kəlmə səmimiyyətlə məni bağışla desən, mən o buludlara çatan günah dağını bircə saniyədə heçliyə, toza çevirərəm. Çünki sən aciz bir bəndəsən, mən isə aləmlərin Rəbbiyəm. Biz hər gün bu qədər günah, bu qədər zülm etdiyimiz halda, necə olur ki Allahın qəzəbi, əzabı bizim başımıza çökmür? Bizi bu mütləq məhvdən qoruyan nədir? İmam Əli əleyhisselam möminlərin qəlbini həmişəlik sakitləşdirəcək o böyük kosmik sirri Nəhcül Bəlağədə belə açıqlayır. Yer üzündə insanlığı Allahın əzabından qoruyan iki zireh, iki qalxan var idi. Onlardan biri bizdən alındı və göylərə çəkildi. Lakin ikincisi hələ də sizinlədir. Ona bərk-bərk sarılın. Bəs bu iki qalxan nə idi? İmam Əli əleyhisselam izah edir. Bizdən alınan o birinci qalxan Allahın Rəsulu sallallahu aleyhi və alihi və səlləm idi. Nə qədər ki o bizim aramızda gəzirdi, ilahi əzab bizdən uzaq tutulurdu. Və qiyamətə qədər sizinlə qalacaq o ikinci qalxan isə istiğfardır, yəni Allahdan bağışlanma diləməkdir. İmam Əlinin bizə nə öyrətdiyini dərk edirsinizmi? İstiğfar etmək, imsakın qaranlığında qırıq bir qəlblə əstəğfirullah demək, birbaşa Peyğəmbərin fiziki varlığının əvəzləyicisidir. Bu sizin həyatınızın, evinizin, ailənizin və sağlamlığınızın ətrafına çəkilən qırılmaz bir enerji zirəhidir. Gecə oyanıb, Rəbbim, məni bağışla pıçıldadığınız an, kainatdakı ən böyük müdafiə mexanizmini işə salırsınız. Heç bir pis göz, heç bir cadu, depressiya və ya ilahi cəza səmimi istiğfar zirehini dəlib keçə bilməz. Bəzən isə şeytan yenə pıçıldayır. Sənin günahın çox böyükdür. Sən məsuliyyətdən qaçmısan. İstiğfar sənə kömək etməyəcək. Buna cavab olaraq, rəhmət Peyğəmbəri sallallahu aleyhi və alihi və səlləm bütün şübhələri məhv edən o sarsıdıcı hədisi bəyan etdi. Rəsulullah sallallahu aleyhi və alihi və səlləm buyurur: Kim bu sözləri deyərsə, hətta döyüş meydanından qaçmış olsa belə, yəni ən bağışlanmaz böyük günahı işləmiş olsa belə, Allah onun günahlarını bağışlayar. Bəs ən böyük fəlakətləri belə təmizləyən o sözlər nədir? Əstəğfirullahəl-ləzi la ilahə illə huvə. Özündən başqa heç bir ilah olmayan Allahdan bağışlanma diləyirəm. Əl-Hayyul Qəyyum və ətubu ileyh.
O Allah ki, heydir, yəni daim diridir, qəyyumdur, yəni kainatı ayaqda tutandır və mən yalnız ona tövbə edərək dönürəm. Cəmi 3 cümlə. Siz Allahın ən böyük adlarının əzəmətini bağışlanma diləməyin təvazökarlığı ilə birləşdirəndə elə bir mənəvi kimya yaradırsınız ki, ən kirli əməl dəftərləri belə tərtəmiz bir nura çevrilir. Günahlarınız sadəcə bağışlanmır, mələklərin kitablarından əbədi olaraq silinir. İndi dərindən yavaşca bir nəfəs alın. İllərdir çiyninizdə sürüyüb gətirdiyiniz o peşmanlıq və günahkarlıq zəncirlərini sərbəst buraxın. Gözlərinizi yüngülcə qapıyın. Özünüzü imsakın o dərin sükutunda otağınızda tək başına təsəvvür edin. Dünya yatır, lakin göy üzü oyaqdır və yalnız sizi dinləyir. Biz bağışlanma, yəni məğfirət günlərindəyik. Birincisi, bağışlanmaların ağasına sığının. Otaqdan Seyyidül İstiğfarı oxumadan çıxmayın. Məni sən yarattın, mən sənin qulunam. Öz qaranlığımı və sənin nurunu qəbul edirəm deyin. Qoyun o sözlər sizin cənnətinizi sığortalasın. İkincisi, buludlara çatan yükü buraxın. Əgər keçmişiniz göyün buludları qədər qaranlıqdırsa, Allahın mən sənin qarşına yer dolusu bağışlanma ilə çıxaram sözünü xatırlayın. Təvazökarlıqla, əməlsizliyinizlə ona qaçın. Sizin gəlişiniz onun məğfirət okeanını hərəkətə gətirəcək. Üçüncüsü, zirehə bərk-bərk sarılın. İmam Əli əleyhissalam ən böyük silahı sizin əlinizə verdi. İstiğfar etməkdən əsla yorulmayın. Şeytanın artıq gecdir pıçıltısını o keçilməz istiğfar zirehinizlə parça-parça edin. Siz keçmiş səhvlərinizlə deyil, mərhəmətli Rəbbinizə qayıtdığınız o müqəddəs anla ölçülürsünüz. Əgər bu video sizin gecələrinizi aydınlatdısa, çiyninizdəki o ağır günahkarlıq yükünü götürdüsə və Rəbbinizlə yeni bir bağ qurmağınıza səbəb oldusa, zəhmət olmasa bəyən düyməsinə basaraq bizə dəstək olun. Kanalımıza abunə olun ki, Ramazanın bu mübarək günlərində birlikdə çıxdığımız bu mənəvi səfəri davam etdirək. Və rəy bölməsində bu gecə imsakda o böyük zirehi aktivləşdirəcəyinizə niyyət etdiyinizi bildirmək üçün bu əhdi yazın. Allahım, biz sənin yer dolusu bağışlanma vədinə sığınırıq. Bizi qaranlıqda tövbə edən və sübhün nuru ilə xilas olan qullarından eylə. Oruclarınız qəbul, dualarınız müstəcab, qəlbləriniz həmişəlik təmiz olsun. Allahummə salli alə seyyidina Muhammedin və alə əli seyyidina Muhammed. Hələlik, Allah amanında.